Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Əgər bir dostunuza və yaxud da tanışınıza müəyyən bir şeyə görə yox deyirsinizsə və ona görə bu münasibət korlanırsa, demək ki, onun sizlə əvvəlcədən qurduğu münasibət elə səmimi münasibət deyilmiş. Bu, çıxara dayalı bir münasibət imiş. Yəni, əsl dost, yəni əsl anlayışlı insan başqalarının sərhədlərinə də hörmətlə yanaşır. Başqalarının yoxunu da qəbul edir. Yəni, siz əgər başqalarının yoxunu qəbul etmirsinizsə, demək ki, nədir? Siz iki pozisiyadan çıxış edirsiniz. Öz nevrotik ehtiyaclarınızı qarşılamaq üçün başqalarından istifadə edirsiniz. İkincisi də, yaşınız çox olsa da 5-6 yaşlı uşağın pozisiyasından çıxış edirsiniz. Diqqətinizə görə minnətdaram. Sağ olun.